Bax, ölkədə işsizlik. Mən keçən səfər işsizliyi başa salmışdım da. Düzü demişdim ki, işsizliyin neçə növ var demişdim. Ha, Dövri mexaniki. işsizlik, Aha, aha, friksion işsizlik, aha, struktur işsizlik. Bunlar keçmişdim də, düzdür? aha, Deməli, bax burada indi bizə nə deyir? Deyir ki, ölkədə işsizliyin müxtəlif hallardan yaranır. İşsizlik. aha, İş şəraiti işçini qane etmədiyi üçün o iş yerini tərk edir. bəli. Yaxud da yeni məzun olmuş şəxslər ixtisasına uyğun iş yeri axtarır. Deməli, belə deyək də, işsizliyin növləri dedik ki, friksion, struktur Aha, və dövrü olmaqla üç yerə bölünür. aha, Friksion işsizlik, belə sənə deyim ki, işçi iş yerinin dəyişməsi ilə əlaqədardır. Bu əsasən əsasən deyirəm, amma demirəm sırf həmişə inkişaf etmiş ölkədə olur. Əsasən inkişaf etmiş ölkədə olur ki, öz iş yerini rahat bir şəkildə dəyişir. Məsələn, bizim Azərbaycanda heç kim rahat şəkildə öz yerini dəyişə bilmir. Niyə? Deyir ki, mən səhər bu gün bu dəyişdim, başqa iş hardan tapacağam? Qorxur. aha, aha, Yəni friksion işsizliyi o deməkdir ki, iş şəraiti işçini qane etmədiyi üçün o öz istəyi ilə iş yerini tərk edir. Və aha, yeni iş tapana qədər həmin insan işsiz sayılır. Bildinmi? aha, bəli. Yəni bu friksion işsizlikdir. Sonra deməli bu birinci deməkdən söhbət gedir. İş Friksion, instituksiyonda, yəni iş qane eləmir. bəli, friksion işsizlikdən söhbət gedir. İnsanların malik olduğu peşə bacarıqları əmək bazarının tələblərinə cavab vermədikdə, onlar öz iş yerini itirməli olurlar. Bu adətən texnoloji inkişaf nəticəsində insan əməyinə ehtiyacın azalmasına səbəb olur. Bu isə yadında saxla, struktur işsizlikdir. Bax, struktur işsizlik nədir? Məsələn, texnologiyanın inkişaf etməsi nəyə səbəb olur? Ə, İnsan, hə, hı. Elə bilik azlığı olur. Sən də bilmirsən texnologiyanı, məsəl üçün o artıq sən ondan istifadə eləmədiyin üçün iş itirmiş olursan da, yəni bir növ. yox, Hə? tam aydın olmadı. Bax, belə deyim də, ölkədə texnologiyanın inkişafı nəticəsində deyəcəksən ki, müəyyən bir sahə üzrə mütəxəssis ehtiyacının azalması gətirir struktur işsizliyə çıxarır. Hə, hə, başa düşdüm Texnologiya indi. aşırı dərəcədə inkişaf edir. Hı. İnsan əməyinə ehtiyac qalmır. Aydındır. Hə, hə, başa Bu düşdüm. struktur Başa işsizlikdir. düşdüm. Hı Mhm. hı. Sonra gəldik digərinə baxaq. İqtisadi böhran zamanı müəssisələrin fəaliyyətinin dayandırılması nəticəsində işçilər öz iş yerlərini itirirlər. Bu da deyəcəksən ki, nə işsizlikdir? Dövri işsizlik. Aydındır? Hı hı. Hı. Deməli, bu hallar ölkənin iqtisadi inkişaf səviyyəsinin birbaşa asılıdır. Ölkə yalnız birinci və ikinci hala uyğun işsizlik olduqda buna təbii işsizlik deyilir və tam məşğulluq kimi qəbul edilir. Adətən sabit iqtisadiyyata malik olan ölkələrdə işsizlik səviyyəsi 7-8-dən artıq olmur. Keçən dəfə də biz dedik ki, heç bir ölkə yoxdur ki, orada deyək ki, işsizlik 0%-dir. Aydındır. Biz onu Hə. danışdıq da dərsimizdə ki, heç bir, məsələn, elə bir sual gəlib düşər ki, sənə inkişaf etməkdə olan ölkələrdə işsizlik sıfırdır. Və yaxud da ki, inkişaf etmiş ölkələr. Belə bir şey yoxdur. Hı hı. Deyir, mətndə verilmiş hallara əsasən işsizliyin növlərini yazın. Xanım, burada sən danışa bilirsən, səndən də gəl fikir soruşaq. Səsiniz baldır. Əgər iştirak etmək istəyirsiniz, siz də cavab verə bilərsiniz. İşsizliyin dedik neçə növ var, xanım? Üç. Hansılardır? Strukturlu, fraksiyonal, bir Aha, də dövrü. dövrü. Hı hı. Dövrü. Ay, sağ ol. Friksional işsizlik dedikdə hansı işsizlik necəsə? Belə loru dildə izah edə bilərsənmi? Yadımdan çıxıb belə. Onda nərmi sən izah edə bilərsən? Xanıma köməklik elə. Deməli, əmək bazarında elə bil ki, öz işinə uyğun iş tapmırsan da. Yox, yox, yox. Bax, Öz- diqqətli ol. Nərmi, elə bil sən oxumusan, girmisən Hə, bir dənə işə. Deyirsən ki, bu iş pulu mənim, belə deyim də, hə, qanuni işğal eləmir. eləməsin. Bəli, Hə, mən hə. bu işdən çıxıram, özümə yeni iş axtarıram. Hə, pulu qan eləmir də səni. Hə, Hı məsələn, hı. iş yerimi bəyənmirəm də, iş şəraiti mənə qane etmir. Ona görə də Hə, o istəyilə iş yerini tərk edir və yeni iş tapana qədər həmin insan işsiz sayılır, dedik.
Hə, yadına Aciz düşdü. oğul. Bəs struktur işsizlik nədir? Hə, struktur işsizliyi elə bir texnologiya çox inkişaf eləyir. Əl Ə, əməyinə olan, aha, ehtiyac azalır, ona görə də aha, iş insan azalır, əməyinə əl insan əməyi. əməyi. Bəli, Hə. düzdür. Məsələn, indi bəzi ixtisaslar var ki, görürsüz ki, yox olur. Mhm, bəli, Çünki artıq bəli, bağlanır. Məsəl üçün ə, yəni müəllimlikdə də daha çox görürsən ki, çoxdur deyə başlayırlar məsəl üçün azaltmağa, yerləri az verməyə. Yəni rəqabət daha çox çoxalır. bəli. Bir Düzdür, demək onun tələbatı var, amma şeydir də, yəni iş yerləri azalır yenə bir növ. yəni texnologiyaya daha üstünlük verilir. Mhm, bəli. Deməli, dedik ki, struktur dövrü, bir də friksion işsizliyi var. Dövr işsizliyi də dedik, iqtisadi böhran keçiren ölkələr üçün səciyyəvi olan bir işsizlikdir. Yəni, Aha. təbii işsizlik sayılmır. Yadınızda saxlayın. Friksiyonla struktur təbii işsizlikdir. Təbii. Mhm. Amma işsizlik, təbii işsizlik sayılmır. Yəni, Bu dövrdə aha, işsizlik bu deyilən məsəl üçün şey düşdü, soкращение düşdü, çıxartdılar işdən. Bu həmin işsizlikdir. məsələn, dövr işsizliyi odur ki, məsələn, epidemiya olur Mhm. ölkədə, ya müharibə olur. E, Belə deyim də, hansısa bir şirkət tutaq ki, özünü yüksəldə bilmir də, istədiyi nəticəni əldə edə bilmir. Şirkət üzrə bağlanırsa, Mhm. qalırsan işsiz. Hə, Bu sağ ol. dövr Hə. işsizlik. Bildin mi? Hə. Hə, tələb Yəni vermir də o zaman. işçilərin öz iş yerlərindən məhrum olmasıdır. Hı. Yəni öz istəklərindən Qarşılaya çıxmırlar, bilmir də. işlərindən məhrum olurlar, bəli. Hı. Aydındır? Bəli. Gələ 29-a baxaq. Yəni 28-i bildiniz ki, 3 növü var. Dövrü, friksional və struktur işsizlik. Deyir ölkədə 4 milyon nəfər əmək ehtiyatlı. Qızlar, mənə deyin görüm, əmək ehtiyatlı deyəndə hansı əhali nəzərə tutulur? Əmək ehtiyatı nədir? Yəni Oxumuş, yəni təhsilli. xanım sən də bilirsənsə səsi var, sən də bizlə gir dialoqa. Bilmədiyin varsa sual ver. Yaxşı? Yəni Əmək, iş və əmək qabiliyyəti var da bu adam, çalışma qüvvəsi var, beləmi? Neçə yaş aralığı kim deyər? 16-65. Aysa, 60. əmək Hə. ehtiyatlı yaşı 16-65-dir. Yəni əmək qabiliyyətinə malik. Mhm. İşləməyə hazır olan əhalidir. Düzdürmü? Bəli, yəni o pensiya yaşına çatana qədər yəqin ki. 16-65 yaş olan əmək Mhm. qabiliyyətli əhalidir. Dedik ki, onlar işləməyə hazır olan əhali hesab olunur. Deyir ki, ölkədə 4 milyon nəfər əmək ehtiyatlıdır. 0,2 milyon nəfər işsiz olarsa, işsizlik səviyyəsini hesablayın. İşsizlik səviyyəsinin mətndə göstərilmiş hansı hallara uyğun gəldiyini müəyyən edin. Demək qızlar, burada nə edəcək? 4 milyon nəfərin, bildin ki, sən konkret olaraq, sən 4 milyon nəfərin əmək ehtiyatlıdır. Yəni işləmək qabiliyyətinə malikdir. Konkret bu 100%-dir. Düzdür? Mhm. Deməli, 4 milyon nəfərin 100% isə 0,2 milyon nəfərin x-dir. Düzdürmü? Kim yazmaq istəyir ekranda? Yazmaq istəyən varsa yazsın. İstəmirsə mən deyim, siz orada qeyd aparın. Deməli, 4 milyon nəfərim 100% isə 0,2 milyon nəfərin x-dir. Mhm. İndi biz burada 0,2-ni nə edəcəyik? Vuracağıq 100-ə, böləcəyik 4-ə, yəni 4 milyona. O da neçə eləyəcək? Təxminən neçə eləyir? Mhm. Gəlin buraxın. Deməli 100-ə 5 eləyir. Düzdür qızlar? Mhm. Deməli sənin 5% deməkdir bu. 5% nədir? Mən sizə nə öyrətmişdim? Demişdim, işsizlik səviyyəsi neçə faizdən azdır? Bax, burada öyrəndik də biz. Bax, burada danışdıq. Dedik ki, işsizlik səviyyəsi 7-8-dən artıq olmur. Düzdür? Demək, burada deyəcəksiniz ki, 5%-dir, 7-8-dən azdır. Demək, burada necədir iqtisadiyyat? Sabitdir. Aydın oldu?
Sualınız varsa deyin. Aydındır xanım. Bəli. Mhm. Gəlin digərinə baxağın. İndi mən sizə sual verəcəm, siz də cavablandırın. Baxaq. Deyir iş axtaran cari ilin məzunu. Bu 1, 2, 3 bilsiz nədir? Yəni 1 friksional, 2 struktur, 3 dövrün deməkdir. İş axtaran cari ilin məzunu hansı işsizlikdir? Hə qızlar? İş 2. friksional, iş axtaran Bəli. friksional olur da, düzdür? Bəli. Mhm. Restoranların bağlanması nəticəsində işsiz qalan menecer. Bu nədir? Dur. Necə? Strukturlu Yo, bax, işsizlik. yo. Bu dövrüdür. Bax dedim axı, restoranların bağlanması. Bax, restoran məsəl üçün hər hansısa bir e, belə deyək də, iqtisadi böhran nəticəsində bağlanır. Öz əhəmiyyətini itirirsə, bu dövrü işsizlikdir. Aydındırmı? Bəli. Məcburiyyətdən işsiz qalırsan. Sonra əmək haqqı az olduğu üçün şirkətdən çıxan işçi. Bu nədir? Yoxsa bayaqdan da mən özümə öldürdüm, səndən bağlıymış. Hı. Birinci funksionaldır, ikinci dövrüdür, üçüncü funksionaldır, Aha, ikinci strukturdur. aha, Strukturdur. aha. Əhalinin aktivlik qabiliyyətinin azalması, ticarətin zəifləməsi nəticəsində iş yerini itirən satıcı. Bu da dövr olur da. Dövrüdür, bəli. Aydın oldu Hı. xanım, sualın var? Bəli. Hı hı. Xanım aktiv ol. Demək keçək qızlar birinci sualımıza. Deyir ölkə əhalisinin sayı nə qədərdir? 17 min, min Hı. Hı, nə oldu? Tamam, hər baxırıq, 3-ə baxırıq, 4-ə, neçə baxırıq? 3-ə 4 nədir? Tamam. Hər görmürəm mən. De bura. E, hə, təzədən birə başlamış. Hə. Bəli, indi keçirik digər sınavımıza. Deməli, Hı. oxuyağın. Kim oxumaq istəyir? Oxusun, izaha başlayaq. Tamam, ölkə əhalisinin sayı 17.850 min nəfər, yaşlı əhalinin sayı isə 2.856 min nəfər olarsa, bu ölkə üçün hansı ifadələr doğrudur? Orta ömür müddəti aşağıdır, millətin qocalması baş verir, iqtisadi fəal əhalinin payı yüksəkdir, miqrasiya saldosu mənfidir, təbii artım aşağıdır, əhalisi əsasən kənd təsərrüfatında çalışır. Aha, Deməli, bax ölkənin qızlar, əhalisi belə deyim sizə. Belə məsələləri birinci eləməlisiniz. Necə eləməlisiniz? İndi sən ölkə əhalisi sayı neçə faizli dedin? Nə qədər dedin? 17.850 nəfər. Aha. Demək o sənin nə olacaq? 100 Bu faiz. 100%-imizdir, bəli, bu Ay sağ ol, 100 100%. faizin. Digəri neçə olacaq yaşlı əhali sayı? X. 100, aha, bərabərdir. 100 1700, faizin. Hə. 850. 17.850. Hə. Bunun da rəngi çox şeydir, açıqdır. Sonra Aha. yaşlı əhali Sonra, sayında yazsan ki X-dir. aha, Ay sağ ol. sonra X-dir. Nə şey 2850-dir daha. Aha. Yoxsa yox, 2 Düzdür. 2856. Ay sağ ol. Deməli 2856 mini vuracaqsan 100-ə böləcəksən 1856 mini vururam 100-ə. O bölürsən. zaman neçəyə? 17.850-yə. Mhm. Bəli. 150. Ay sağ ol. O da eləyəcək 160. Mhm. Aha. Deməli 160 deyəndə ki 16% də belə deyək. Yaşlı əhalinin payı nə qədər oldu? 16%. 16%. Düzdür? Demək yaşlı əhalinin xüsusi çəkisi nədir? Çoxdur. Çoxdur. İndi xanım, mənə cavab ver görüm. Yaşlı əhalinin xüsusi çəkisi inkişaf etmiş ölkədə olur, yoxsa inkişaf etməkdə olan ölkədə? Etmiş. Ay sağ ol. Yaşlı əhalinin sayı inkişaf etmiş ölkədə çox olur. Düzdür. Demək siz qızlar burada inkişaf etmiş ölkəyə aid olan xüsusiyyət seçəcəksiniz. Aydındırmı? Müəllimə, niyə inkişaf etmiş də olur ki, yaşlı əhali? Çünki inkişaf etmiş ölkələr neynir? Gec evlənirlər, evliliyə çox önəm vermirlər, ancaq özləri üçün yaşayırlar.
Orada belə deyim də, evlənməyəndən sonra uşaq da dünyaya gəlmir. Yaşlı əhalinin payı Hmm. daha çox olur. Məsəl üçün, maksimum bir uşaq dünyaya gətirirlər. Hı hı hı. Aha. Yadıma düşdü. Bəli, deyir orta ömür müddəti aşağıdır. Yadınızda saxlayın qızlar. İnkişaf etmiş ölkədə orta ömür müddəti aşağı olmur. Əksinə çox olur. Demək bir nədir? Yanlışdır. Yəni inkişaf etməkdə olan ölkəyə aiddir. İnkişaf etmiş ölkəyə aid deyil. Biri çıxdıq. Millətin qocalması baş verir. Bəli, doğrudur. İqtisadi fəal əhalinin payı yüksəkdir. Bu nə deməkdir qızlar? İqtisadi fəal əhalinin payı yüksəkdir. Doğrudur da. Yanlış. Doğru yoxsa yanlış? Yanlış. Nəyə əsasən deyirsən yanlışdır? Yəni yaşlıdırsa necə fəal əhali, yəni yüksək olsun. İşləmir axı. Burada o tək ondan söhbət getmir axı. İnkişaf etmiş ölkədən söhbət gedir. Hə, bəs. Aha. Yəni bildim de, düz düşünürsən. Deyirsən ki, yaşlı əhalinin olduğu yerdə nətər fəal əhali daha çox olsun. Cavanlar olan yerdə çox olar da, düzdürmü? Amma bu inkişaf etmiş ölkə aydın xüsusiyyətləri seçirsən. Çünki sən deyir ki, ölkə üçün hansı ifadə doğrudur? Yəni inkişaf etmiş ölkə üçün hansı ifadə doğru ola bilər? Miqrasiya saldosu mənfidir, səhvdir. Saldo nə olmalıdır burada? Müsbət olmalı. Çünki bizdə inkişaf etmiş ölkəyə miqrasiya daha çox olur. Təbii artım aşağıdır, bəli. Təbii artım dedik nəyə deyilirdi qızlar? Təbii artım uşaq sayının doğulan uşaqların çox olması. Yox, burada azdır. Az Bəli, olmalıdır. burada azdır, düzdür. Ona görə 5-i Təbii artım götürəcəyik. aşağıdır, düzdür, Bəli. bəli. Əhalisi əsasən kənd təsərrüfatında çalışır, səhvdir. Əhalisi deyəcəksiniz Tamam. ki, əsasən xidmət sahəsində, belə də informasiya Hmm. sahəsində çalışır. Buna görə Məsəl üçün, cavabımız nə əksi olacaq? olsaydı, orada daha çox uşaq doğulardı və Bəli. iş qabiliyyəti daha çox olardı da. Hı -hı. Çünki elə baxılarkən uşaqlar, həm də ki, bir də şey, nədir, ki, uşaqları çox dünyaya gətirirlər ki, qocalanda onlara baxması üçün. Bəli, doğru. Hə. Uşaqları əsasən əl əməyi kimi görürlər, özlərinə baxıcı kimi görürlər. Deməli, Mhm. cavabımız olacaq 1-də C variantı. 2, 3, 5. Aydındır. Bəli. Gəldi ikinci sualımıza. Deyir Bakı şəhərinə Mən günəş... sual verə bilərəm. Aha, buyur. Biz tapdıq, məsələn, həllində 16% Aysun. qocalmada. Biz onu hardan bildik ki, yəni limit nə qədər ki, biz ona əsasən dediyin inkişaf etmişdi? Belə deyim də, burada düz deyirsən. Deyirsən ki, nəyə əsasən qocaların faizini deyirsən ki, 16% gördün, dedim ki, Bəli. qocaların faizi çoxdur. Baxaq, məsəl üçün biz qeyd edəcəyik ki, faiz olaraq məsələn biz işsizlərə konkret faiz dedik ki, 7-8 faizdən ə, azdırsa nədir? Stabildir də, ondan çox olursa nə olacaq? Artıq sayılır da, düzdürmü? Mhm. İndi bax, bunu sənə konkret olaraq deyim ki, yaşlıların payı, məsələn, dünya üzərində neçə faizi demişdik? 5. Düzdürmü? Yaşlıların payı dünya üzərində 5 faizdir. Və biz qeyd eləmişdik ki, Avropa kimi ölkədə, Avropa ölkəsi bilsən də inkişaf etmiş ölkələr olur da əsasən. Orada yaşlının payı neçə faizdir? 17 faiz. Yəni bunlara əsasən müəyyən edirsən. Məsələn, Afrikada yaşlıların payı azdır, 3%-dir. Çünki təbii artım orada yüksəkdir. Yəni buna əsasən müəyyən edirsən. Bildinmi? Ölkələrin faizlərinə əsasən bilirsən ki, uje 17%, 16%-dirsə, demək, məsələn 13%-dirsə, yaşlıların payı nədir? Yüksəkdir. Aydındır? Hı -hı. Demək ki, qızlar, keçək ikinci sualımıza baxaq. Deyir, Bakı şəhərinə günəş şüaları 60 dərəcə və maksimum bucaq altına düşdüyü zaman günəşin zenitdə olduğu enliyi müəyyən edin. Deməli, biz deyəcəyik ki, Bakı hansı enlikdə yerləşir? Hı? Bakı hansı enlikdə yerləşir? 40 şimal, Aha, 50 50. şərq uzun. Ay soğuk. Deyir Bakı şəhərinə günəş şüaları 60 dərəcə və maksimum bucaq altında düşdüyü zaman günəşin zenit olduğu enlikləri müəyyən edin. Bakı şəhərinə günəş səncə maksimum hansı enlikdən düşər? Şimaldan. Ay soğuk. Şimaldan. Hansı şimaldan? 23,5 şimal enlik. Şimal. Düzdür. İndi bunu tapmaq üçün biz nə edəcəyik maksimumu? Kim eləyər?
Məsələni kim eləmək istəyir? Hə qızlar, günəş şüasının düşmə bucağını yazıb. Günəş şüasının düşmə bucağının düsturu necə idi? Kim yazar? 90 çıxılsın. Hı. Mötərizə açırdıq. Enlik. Plus minus zenit. Aha. Bərabərdə günəş şüasının düşmə bucağı. Düzdür? 23 çıxılsın müəllimə. 23.5. Yox, deyirəm ki, enlik. Başı hansı enlikdə yerləşir? 40 dərəcə. Aysə o. Şərq 50 Sonra dərəcə başının şimal. enliyi yazmalısın. Bəli. 90 çıxılsın. Mötərizə açsın. Enliyin neçədir? 40 dərəcə şimal enliyi. Hı. Mhm. 40 dərəcə şimal enliyi yazırsan ora. Sonra deyərsən ki, plus minus zenit. Yəni üstə gəl çıxaq zenit. Bərabərdir. Mötərizəni bağlayırsan. Bərabər isə 60-a. Düzdür? Hı hı. Demək burada nə edəcəksən? 90-dan nəyə çıxacaqsan? 40 müəllimə. 90-dan 60-ı çıxacaqsan. Hı hı. Aysə o da olacaq 30. 40-dan da 30-un çıxsa 10 dərəcə. Düzdür? 10 Hı. dərəcə şimal enliyi. Bax belə deyim də, düşün ki, necə yazmalısan. Məsələn, sən tapdın ki, 60 dərəcə bucaq altında günəş şüası Bakıya hansı enlikdən düşür desə, deyəcəksən ki, 10 dərəcə şimal enliyindən düşür. Bildinmi? Hı hı. 60 dərəcə bucaq altında Bakıya 10 dərəcə şimal enliyindən düşür. 90-dan çıxdın 60-ın, istəyən 23, belə deyim də 10 dərəcə şimal enliyini qoysan, 40 dərəcə şimal enliyi, 10 dərəcə şimal enliyi eyni enti olduğuna görə onları bir-birindən çıxmalısan. Bildinmi? Məsələn, 40-dan Bax. 10 çıxsan qalacaq 30, 90-dan da 30-un çıxsan neçə qalacaq? 60. Aydındır fikrim? Ə, bax 90-dan 60-a çıxdıq 30. Ayso, 40-dan da 30-un 30-a çıxarıq. çıxdın, Hı eləyir nə? hı. 10, 10. 10, 10. Düzdür? Onun da şimal enliyinə, cənub enliyin o bilməyin üçün nə etməlisən? Məsələn, 40-ın üzərinə sən, məsələn, 10 cənub enliyi olsaydı, əgər 10 cənub enliyi olsaydı, 40 şimal enliyi ilə 10 cənub enliyi toplayacaqdın. Çünki fərqli yarımkürədir. Yəni 40-ın Hı. üstünə 10 gəlsin, necə 50. Amma sən 90-dan 50-sini çıxsan, 60 almayacaqsın axı. Nə olmayacaq? 90-dan 50-sini çıxsan, 60 almayacaqdın axı. Ə, Bildin indi? çox vacibdir. 10 dənə 10 niyə şimal enliyi qoyduq? Hı. Hı -hı. Hı. Çünki en yankı olanda biz çıxırıq. Deməli, 40-dan çıxacaqsan, 40 şimal enindən çıxacaqsan 10 şimal eniyin. O da eləcək demək 60 dərəcə bucaq altında 10 dərəcə şimal enində olur. Mən də sizdən soruşdum ki, maksimum günəş şüası hardan düşə bilər Bakıya? Dediniz ki, 23,5 şimal enində. Ona görə cavabımız 2 də nədir? A bəndi. Sualınız var? Xanım sualım var. Xeyr. Aydındır. Sonra keçən qızlar digər izahımıza deyir, doğru ifadəni müəyyən edin. Tropik iqlim qurşağında materikin qərbindən soyuq okean cəryanı keçir. Tropik iqlim qurşağında materikin qərbindən, materiklərimizin qərbindən deyir, soyuq okean cəryanları keçir. Birinci mənə danışa bilərsinizmi soyuq okean cəryanları haqqında məlumat? Məsələn, bir materikin deyir, qərbindən soyuq okean cəryanı keçir. Doğrudur da qızlar, əsasən materiklərin qərb hissəsindən hansı cəryan keçir? Soyuq cəryan. Hı. Düzdür? Şərqi hissəsindən daha çox isti cəryan keçir. Tamam mı? Demək, deyəcəksiniz ki, bir nədir? Doğrudur. Hı. Deyir, yerin günəş ətrafında hərəkəti nəticəsində cəryanlar şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyl edir. Əslində bu ifadə doğrudur. Bax, bura kimi. Bax, bunlar. Bura kimi doğrudur. Amma bu söz yanlışdır. Yerin günəş ətrafında hərəkəti nəticəsində yox. Yerin öz oxu ətrafında hərəkəti nəticəsində yadınızda saxlayın. Polaris qüvvəsi nə idi? Yerin öz oxu ətrafındakı hərəkəti nəticəsində Polaris qüvvəsinin təsiri nəticəsində deyəcəksiniz ki, cəryanlar şimalda sağa, cənubda sola meyl edir. Aydındır? Mən başa düşmədim bunu. Yenə deyirəm, bax, cəryanlar
Şimal yarımkürəmizi tanıyırsan da dedik ki, ekvator iki yerə bölünür. Şimal və cənub yarımkürəsi. Yerin öz oxu ətrafında hərəkəti nəticəsində cəryanlar hara meylidir? Sağa, şimalda. Cənubda isə sola meylidir. Bu yerin günəş ətrafında hərəkət nəticəsində olmur da, yerin öz oxu ətrafında hərəkət nəticəsində olur. Aydındır? Hı hı. Yəni bu ifadə düzdür. Cəryanlar şimalda sağa, cənubda sola meylidir. Sadəcə bu ifadə səhvdir. Deyə bu yerin günəş ətrafında hərəkəti yox, yerin öz oxu ətrafında hərəkət olmalı idi. Aydındır? Hı hı. Deyə soyuq cəryanlar suyun duzluluğu isti cəryanlar nisbətən daha çoxdur. Bu da səhvdir qızlar. İsti cəryanlarda İstəmirəm. duzluq daha çoxdur. Bəli, isti cəryanlarda duzluq daha çoxdur. Demək üç nədir? Yanlışdır. Yanlış. Bəli. İsti cəryanlar alçaq coğrafi enliklərdən yüksək coğrafi enliklərə doğru hərəkət edir. Düzdür bu. Aha, yəni hara doğru hərəkət edir? Ekvatordan qütblərə doğru. Yəni ekvatorda biz bilirdik ki, hava necə olurdu? Alçaq təzyiq verir. Hava qalxan, təzyiq, alçaq olur. Düzdür? Qalxan hava, alçaq Aynen tabii. təzyiq. Hı Alçaq hı. təzyiq, bəli. Deyəcəksiniz ki, ekvatordan qütblərə doğru hərəkət edirdi. Hı hı. Düşürdü Hə, ona göre. bəli, Şimali Atlantika cəryanı təsiri ilə Şimal buzlu okeanı donmayan dənizlər formalaşır. Bu da doğrudur. Norveç və Barents dənizlərinin adlarını qeyd eləyə bilərik. Deməli, 3-də doğru cavabımız olacaq. 1, Hı hı. sonra 4, bir də 5. Evet. Sual var. Evet. Beşte tam başa düşmedim. Şimal diğer Şimali Atlantik Cereyan təsirində Şimali şimal Atlantika buzlu. cəryanı Nərmin isti cəryandır. Hı. Şimali Atlantika cəryanı isti cəryandır. Bilsən də Şimal buzlu okeanında donmayan dənizlər. Şimal buzlu okeanında donan dənizlər var ki, bir donmağa meyilli dənizlər var ki, bu isti Hı hı. okean cəryanı qoymur da o dənizlər donsun. Məsələn, Norveçlə Barents dənizini donmağı qoymur. Hə, bu cərəyan nəticəsində də yəni Bəli, o təsir nəticəsində. ay sağ ol. Aydındır. Hı hı. Keçək digər sualımıza baxaq. 4-ə. Bilirsiniz də qızlar, eonlar neçə yerə bölünür? Dörd. İki. İki Aha. yerə. Paleozoy bir də şey, kriptozoy. Dedik ki, Fonrozoy və Kriptozoy düzdür. Eralarımızda Hı. burada verilir. Deyir ki, paleozoyda Pantalasın sahəsinin artıb azalması. Pantalasın sahəsinin artıb azalması nə zaman baş vermişdi? Nəsə Hmm. tez cavab verin. Mənimlə Nə oldu? şey Paleozoy, buzlaşma bölümündə paleozoy. paleozoyda. Pantalas nə idi? Okean. İlk okean, Pantalas. Hı hı. Sahəsinin artıb azalması dedikdə hansı okeanların sahəsi artırdı, hansınki kiçilirdi? Şey, Sakit Okeanda Hı -hı. azalırdı deyəsən. Sakit Sakit okeanla. Aha. Atlantiklə Hinddə artır. Ay soğul. Nəyə əsasən Hı. demişdik? Sakitlə şimal buzlu okeanda artırdı, Atlantiklə Hinddə azalırdı, Atlantiklə Hinddə artırdı. Çünki mən o qopurdu, bu bir tərəfə gəlmişdi də ki, bu tərəfdən qopub bu bir tərəfə doğru getmişdi. Çünki sakit okean əsasən dedik nədə yerləşirdi? Subduksiya zonasında. Okean tavası materik tavasının altına gömülürdü. Okean sahəsi kiçilirdi Hı hı. get-gedə. Bəli, amma Atlantik okean divergen səhhədə yerləşirdi, ayrılmada. Ayrılma nəticəsində nə olurdu? Okean sahəsi Dünya. artırdı. Bəli. Biz dedik ki, Sakit okeanla Şimal buzlu okean qədim okeandır, Atlantiklə Hind okeanı isə cavan okeandır. Hı hı. A variantı doğrudur. Kaynozoyda Tetsi okeanın parçalanması, Kaynozoyda Tetsi okeanın parçalanması. Düzdür, səhvdir. Düzdür. Tetsi okeanı Yəni hansı əraziləri əhatə edirdi? mən Kaynazoyda parçalanmışdı ki. Bəli, hansı əraziləri əhatə edir Tetsi okeanı? Aralıq qara. Yox, yox. West Hind adalarından Hı hı. Sondalarına Şey, qədər ərazini əhatə edirdi. Düzdür? bəli. Nələrə Sandığım. parçalanmış desək? Quru və su parçaları istəyirsiniz Xanım də. sən deyirdin de görək. Aralıq qara. Hı. Xəzər, Bir də Aral. Aral. Düzdür? Hı hı. Deməli B variantı da düzdür. Mezozoyda deyir döngü və buzlaşması Səhvdir. səhvdir. Döngü və buzlaşması nə zaman baş vermişdi? Kaynadı. Kaynazoyda. Aynozoyda. Ay sağ ol. Döngü və buzlaşması hansı materiklərdə idi?
Şimali Amerikanın Avrasiya. Avrasiya. Düzdür. Hı. Buzlaşmanın nəticəsində nələr yaranmışdı həmin materiklərdə? Morin tirəsi, təpəsi, Aha, karlar, sirklər, Hı. orentələr, montələr, düzdür. Bu buzlağın fəaliyyəti necə adlandırılırdı? buzlaq, təzə. Ekstarzasiya. Əksər əzməsin. Aha. Gəldik D variantı. Demək cavabımız C-dir. Protozoa deyir qədim qırışıqlığın davam etməsi. Düzdür. Düzdür. Bəs qədim qırışıqlığın başlanması nə zaman idi? Arxa proterozoid dedi. Arxeida. Başlanması arxeida, davam etməsi protozoida. Evet, Düzdür. Ee, Arxeida deyir güclü vulkanizmin başlaması, düzdür. bəs davam etməsi Proterozoid. ASO. Bu vulkanizmin olması həmin dövrdə nələrin yaranmasına səbəb olmuşdu? Hı -hı. Vulkanizm dedik ki, arxa və protozoida aktiv idi. Düzdür. Vulkanizm prosesi nəticəsində hansı faydalı qazıntılar geniş yayılmışdı həmin era? Neft. Neft. Ya. Yer qabığını təşkil edən suxurlar neçə yerə bölünür? 3. Hansılardır? Nüvə Yo, yo, mantiyalar. yo, yo. O sən dediyin yerin daxili quruluşudur. Yer qabığını Bilmem. təşkil edən suxurlar vardır. Maqmatik, çökmə, metaformik. Maqmatik suxurlar bildikdə maqmanın əriməsindən yaranır. Yəni vulkanizm nəticəsində yaranıb. Maqmatik suxurların olduğu yerdə nə olar? Filiz, faydalı qazıntılar. Yaxşı. Məsələn, sual düşür ki, birdən ki, keçmiş zamanda arxa və protozoida dəmir filizlər niyə geniş yayılmışdı? Sıraz yazacaqsınız ki, həmin dövrdə aktiv vulkanizm prosesləri baş verirdi. Sualdan da çıxır ki, niyə qədim dövrdə aktiv vulkanizm vardı? Çünki deyəcəksiniz ki, yer qabığı nazik idi. Nazik edə belə. Aydındır. Bəli. Cavabımız oldu 4-də C variantı. 5-ə baxaraq, Eyler-Venn diaqramına uyğun gələn bəndləri müəyyən edin. Yuxarı göl və Baykal gölü. Yuxarı göl derik ki, bilirsiniz ki, dünyanın ən şirin sulu gölüdür. Həm Sahəsinə görə şeydədir, Cənubi Amerikadadır. Şimali Amerikada, Kanada və Şimali, ABŞ-ın şimali. sərhədindədir. Hə. Düzdür? Hı Bəli, -hı. deyəcəksiniz yuxarı göl dünyanın sahəsinə görə dünyanın ən şirin sulu gölüdür. Kanada və ABŞ-ın sərhədindədir. Baykal gölü isə dünyanın ən dərin şirin sulu gölüdür. Bu sahəsinə görədir, bu dərinliyinə görədir. Yaxşı? Rusiya ərazisindədir Baykal gölü. Deyir, göl çuxurunun mənşəyi Venerin gölü ilə eynidir. Baxaq. Baxın qızlar, yuxarı göl buzlaq tektonik mənşəlidir. Venerin gölü də bilirsiniz də buzlaq gölüdür. Düzdür? Mhm. Deməli, nə gedəcək 1-ə? 1-ə gedəcək ilə 1. Sonra deyir, şirin suludular. Hər ikisi dedik nə idi? Şirin sulu. Şirin. Şirin suludur, Bəli. orta. Qarışıq meşələr zonasındadır. Yuxarı göl. Bir ölkənin ərazisindədir. Baykal. Baykal. Ya da. Bəli. Kontinental iqlim vilayətində yerləşir. Hansı kontinental iqlim vilayətində yerləşir? Yəni, kontinental, yəni soyuq hava kütləsi də. Baykal olar. Və Yuxarı göl. kontinental iqlim vilayətində yerləşir deyilsə, bunu oxşar götürəcəksiniz qızlar. Diqqətli olun. 2 ilə 5 oxşara gedir. Deməli, cavabımız nə olacaq? 1, 3, 1-ə 1, 3, 2-yə 4, oxşara 2, 5. Cavabımız C variantıdır. Yaxşı. Gəlməli. Uyğunluğu müəyyən edin. Gəncə Daşkəsən, Kartofçuluq, Şəmkir. Düzdür. Gəlməli. Düzdür. E, Yox, Ş- dəstəsən bilmirəm mənim. O Gən uyğun yoxsa? Gəncə Daşkəsən, Kartofçuluq, Şəmkir yaz. Qızlar, yadınıza saxlayın ki, Şəmkir Qazax Tovuza aiddir. Qazax Tovuza Gəncə Daşkəsənə aid deyil. Hı. Qazax Tovuza aiddir. Gəncə Daşkəsənə Daşkəsən, Samux, Göygöl, Goranboy aiddir. Ona görə bir nədir? Səhvdir. Yoxdur. Dağlıq Şirvan, üzümçülük,
Yazıb Şamaxı. Doğrudur. Səhv yoxdur. Dağlıq Şirvanın tanesi də İsmayılı, Şamaxı, Ağsu, Qobustan. Üçə baxırıq. Mərkəzi aran, pambıqçılıq və saatlı yazıb səhvdir. Saatlı mil muğana aiddir. Mil muğana. Ona görə 3 səhvdir. Mil muğan şəkər istehsalı imişli. Düzdür. Şirvan salyan yod istehsalı biləsu var. Səhvdir. Biləsu var yox, Neftçala olmalı idi. Lənkəran Astara, çəltikçilik, Astara düz yazıb. Deməli, bizim səhvimiz hansı oldu? 1-də, 3-də, 5-də. Bir Mən sürü səhvdir. uyğunluq. Mhm. Hı? Bir, Uyğunluq istəyirəm. aysa, uyğunluğu müəyyən etməyimizi istəyirsə, deməli 2, Mhm. 4, 6. Güzel. 6. Cavabımız olacaq E bəndi. Sualınız var burada? Heç. Yoxdur. Keçək 7-ci suala baxaq. Deyir, xəritə sxemaya əsasən A fiziki coğrafi rayonundan B fiziki coğrafi rayonundan fərqli xüsusiyyətləri müəyyən edin. Deməli, A fiziki coğrafi rayonunun, yəni A fiziki coğrafi rayonu ilə B fiziki coğrafi rayonunun fərqli xüsusiyyətlərini qeyd edək. Sağlam da. Tamam, Qarabağ. Hə. Deməli, biz burada A hansı fiziki coğrafi rayondur? Qarabağ. Qarabağ. B hansıdır? Onda Samux. Yox, B. Qonaqkənd fiziki coğrafi rayonu. Düzdür? Bəli. Bax, indi gələk bura. Deyir, xarici dövlətlə sərhəddə yerləşir. Xarici dövlətlə sərhəddə yerləşir. Bu oxşar cəhətdir də hər ikisinə. Bəli, məmnun. Mhm. Məsələn, Yuxarıdan Rusiya, bu B bəli, bu məsəl isə üçün. də Ermənistanla. Ermənistanla, Bəli. Gürcüstanla da bəs düşürdü az. Yox, Gürcüstandan Tam düşməz. olmasa da. Mhm. Tam yox, hər Tam birisi yuxarıdadır. Mhm. Məsələn, Deməli, Yura yaşlı suxurlar yayılmışdı. Yura bilirsiniz də qızlar, hansı Mezon. aididir? Mezun. Düzdür. Mezoin yuxarı. Aha. Tiras, Yura, Təbaşir. Biz demişdik ki, Tamam. Yura əsasən necə ərazilərdə olurdu? Dağlıq. Yüksək dağlıq ərazilərdə. Təbaşir Mhm. də orta dağlıq ərazilərdə. Belki dağlıq. Bu da nədir? Oxşar cəhət. Hər ikisi dağlıqdır da. Aha. Maqmatik Tam sular, aha, Dağlıq maqmatik, Qarabağ gedir müəllimə. bəli, Qarabağ dağları da deyə bilərik buna. Hı. Maqmatik sular deyir yayılmışdır. Maqmatik sular. Yer qabığını təşkil edən sular neçə yerə bölünür? 2 yerə. Hansılar idi? Matematik, matematik. Bir də çökmə mənşəli. Bu da